Bugün digər bir mövzu, yenə də ailə içi mövzu haqqında danışacağıq. Bugün nikah haqqında, evlilik haqqında danışacağıq biz. Və istərdim özümüzə sual verək. Nikahın yaranma səbəbi nədir? Ümumiyyətlə, niyə insanlar nikaha girir? Nə üçün insanlar evlilik həyatına başlayır? Və bizim anlayışımız varmı? Biz bilirikmi nikah necə yaranıb, nə üçün yaranıb? Və əminəm ki, hər birimizə sual verilsə, biz düşünəcəyik və öz fərziyyələrimiz var, öz fikirlərimiz var. Nikah nəyə görə yaranır, nikahın yaranma səbəbi nədir? Biz deyə bilərik ki, qarşılıqlı olaraq, yəni oğlan qızın bir-birinə meyli, sevgisi, bağlılığı səbəbindən yaranır nikah. Təbii ki, bu da var və mən istərdim bugün müqəddəs kitaba nəzər salaraq, biz bir neçə ay bundan əvvəl nikah mövzusuna toxunmuşduq. Ancaq bu mövzu o qədər genişdir və eyni zamanda bizim yaddaşımız biraz bundan öncə onun şahidi olduq ki, yaddaşımız qısa olduğuna görə, hətta müqəddəs kitabda da bunu görürük ki, Rəbb dəfələrlə eyni həqiqətləri təkrarlayır. Nə üçün? Bizim hafizəmizə bələd olduğuna görə və eyni zamanda müəyyən bir mövzuların mühüm olduğuna görə orada təkrarlanır. Nikahın yaranma səbəbi. Nikah kişi və qadın arasında sadəcə bir əhdin bağlanması deyil. Biz düşünürük ki, bu sadəcə bir oğlan bir qızla əhd bağlayır və nikah bundan ibarətdir. Müqəddəs kitabı oxuduqda biz görürük ki, nikah Allahın təyin etdiyi birlikdir. Yəni, müqəddəs kitabın ilk səhifələrindən biz bunu görürük. İndi bir çox insanları heyrətləndirəcək, eyni zamanda hiddətləndirəcək və bəzilərini də təəccübləndirəcək bir söz, ifadə, bir fikir söyləyəcəm. Və bəzilərinə bu hətta bu fikrə istehza da edə bilərlər. Mən bu fikri isə söyləmək istəyirəm ki, nikah Allahın təyin etdiyi birlikdir və biz məsihçilər isə bu sözləri, istərdim ki, o Qobustanda daş lövhələri görmüsünüz də, yəni ki, daşlarda biz ona daş kitabələr də deyirik. Mən istərdim ki, biz məsihçilər üçün bu daş kitabələrə yazıldığı kimi bizim də yaddaşımıza həkk olunsun bu fikir. Allahı dərk etmədən nikahı dərk etmək mümkün deyil. Mümkün deyil. Heç kim düşünməsin ki, Allahı dərk etmədən mən nikahı dərk edəcəm. Nikahı dərk etmək üçün Allahı dərk etmək lazımdır. Və Allahı dərk etməyən insan heç vaxt xoşbəxt bir nikah həyatı yaşaya bilməz. Nikahda ola bilməz. Nə üçün? Nə üçün bu fikri belə əminliklə söyləyirəm? Nikah əslində Məsihlə kilsənin münasibətlərinin əksinin rəmzidir. Rəmzidir və biz bunu müqəddəs kitabda görürük. Müqəddəs kitabın ilk səhifələri nikahın bağlanması ilə başlayır. Adəm və Həvvanın nikahı bağlanması ilə başlayır. Və müqəddəs kitabın son kitabı da yenə də nikaha işarə vurur, Məsihlə kilsənin nikahına toxunur. Və bu səbəbdən də biz başa düşürük ki, nikah əslində Məsihlə kilsənin münasibətlərinin əksinin rəmzidir. Və biz onu kişi və qadının birliyi kimi baxdıqda biz əslində nikahı cılızlaşdırırıq və nikahın mahiyyətini anlamırıq. Dünyanın nikaha baxışı təbii ki, fərqlidir. Biz müqəddəs kitabı oxuduqda və dünyadan ekran vasitəsilə gördüklərimizi müqayisə etdikdə biz orada da bir təzadı görürük. Yəni ki, dünyanın bizə öyrətdiyi tamamilə başqadır və ona görə də qəribə deyil ki,
Hətta nigaha baxışı dünyanın tamamilə fərqlidir və dünyada nigaha baxış bizimkindən fərqli olsa da, müqəddəs kitab baxışından fərqli olduğu qədər eyni zamanda dünyada da müxtəlif baxışlar da var nigaha. Və bu baxış zamanla və xüsusilə də son 10 illiklərdə dəyişməkdədir. Baxın, son illiklərdə evliliklərdə nə qədər dəyişiklik olur. Yəni, nigah içində olan münasibətlərdə nə qədər dəyişikliklər olur. Qadın və kişinin rolunu nə qədər dəyişib son 10 illiklərdə. Biz baxdıqda biz özümüz ata və analarımız kimi ər-arvad deyilik və ola bilsin ki, bizim evladlarımız da bizim ailəmizin içində olan ər-arvad münasibətlərində olmayacaqlar. Bəs yaxşı, bu dəyişkən dünyada biz də dəyişməliyikmi? Bu dəyişkən dünyada biz dünyanın hər bir şeyin dəyişdiyini görərək biz də bu izdivac içində biz də dəyişməliyikmi? Biz də bu dünyaya uyğunlaşmalıyıq. Bu sualları özümüzə verək. Bəziləri üçün nigah bir sevinc mənbəyidir. Yəni ki, onlar eyfariya yaşayırlar ki, mən nigaha girirəm, bu bir sevincin mənbəyi kimi baxırlar. Və bəziləri düşünürlər ki, yəni ola bilsin ki, bir neçə ildən sonra onlar evliliyə belə baxırlar ki, evlilik sonsuz və sonu görünməyən bir məsuliyyətlərin üzərimizə götürülməsidir. Yəni, baxın, əvvəlcə biz düşünürük ki, nigah sevinc mənbəyidir. Sonra bir müddətdən sonra biz düşünürük ki, sonsuz məsuliyyətlərin, yəni sonu görsənməyən məsuliyyətlərin üzərimizə götürülməsidir. Və elə biz görürük, elə bir baxış da var bu dünyada ki, ümumiyyətlə nigah keçmişin qalığıdır. Nigah bağlamaq nəyə gərəkdir? Yəni, biz görürük, bir sıra ölkələrdə indi bu dalğa bizə də toxunub, bizdə də var, bizim mədəniyyətə də təsir edib və bizim də şuurumuzda dəyişiklik baş verir ki, nigaha girmək nə lazımdır ki? Nigahın içində nə baş verir? Nigahın içində bir kişi bir qadınla bir evdə yaşayırlar və birgə qururlar həyatlarını və nigahın bağlanması nəyə gərəkdir ki? Bu keçmişin qalığıdır və nigahsız da kişi ilə qadın birlikdə yaşaya bilər. Müqəddəs kitab isə nigahın kişinin istəyi ilə, qadının istəyi ilə yarandığını göstərmir bizə. Müqəddəs kitab isə bizə tamamilə başqa bir şəkil verir ki, nigahın Allah tərəfindən yaradıldığını söyləyir. Allah tərəfindən yaradıldığını söyləyir. Nigahın dərin ruhani mənası var. Əgər biz nigaha mənim sevgilimlə yaşadığım bir məkan kimi, bir dövr kimi, həyatımın bir hissəsi kimi baxırıqsa, bu nigaha çox səthi, bu nigaha çox bəsit yanaşmadır. Əslində, nigahın ruhani, dərin bir ruhani mənası var. Və bu ruhani mənanı anlamaq üçün müjdəni anlamaq lazımdır. Müjdəni anlamaq lazımdır. Müqəddəs kitabda Yaradanımızın bizə olan mesajını anlamaq lazımdır. Və müjdəni anlamadan nigahı anlamaq qeyri-mümkündür. Əgər biz müjdəni anlamırıqsa, biz nigahı da anlamayacaq. Nigahın mərkəzində kim olmalıdır? Nigahın mərkəzində kim olmalıdır? Biz gənclər nigaha girir və hər biri özünün müstəsna bir rolunu və müstəsna yerini görür nigahda. Nigahda ola bilsin ki, oğlan fikirləşir ki, mərkəzdə mənəm və qız da, nigaha girən qız da düşünür ki, mərkəzdə mənəm. Və baxın, hər biri özünü mərkəzdə görərək onlar bir arada nə dərəcədə uzun bir müddət sülh içində yaşaya bilərlər. Nigahın mərkəzində Məsih olmalıdır. Və kəlam bizə bunu öyrədir, kəlam bizə bunu söyləyir. Uzun illər bəzən söz bizim nigahdan düşdükdə müxtəlif məclislərdə olur söhbət, axar bir su kimidir, o mövzuya toxunur, bu mövzuya toxunur və bizim evliliyimiz haqqında söhbət düşdükdə mən bir neçə dəfə həyat yoldaşımdan eşitdiyim bir söz mənə xüsusi təsir etmişdi və maraqlıdır ki, bu fikir onda öncədən daha bərk bir təmələ malik idi. Onun həmişə bir sözü vardı ki, bizim nigah Allahdandır. Bizim nigah Allahdandır və Allahın iradəsi ilədir. Və bu mənə çox təsir edirdi onun bu fikri.
və yadda saxlamalı və əslində biz bunu nəinki yadımızda saxlamalıyıq, eyni zamanda görməliyik biz bunu və eyni zamanda hiss etməliyik və eyni zamanda içimizdə əminlik olmalıdır ki, biz nigaha girdiyimiz insan Allahın bizə təyin etdiyi insandır. Bu çox mühüm bir mesajdır və nəyə görə biz əminliklə söyləyə bilərik ki, nigah Allahın yaratdığı bir institutdur. Yaradılış kitabı 2-ci fəsil 24-cü ayədə belə bir söz var, belə bir fikir var. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Baxın, 2 nəfər bir bədən olacaq. Burada söylənilir ki, 2 bir yerdə yığışırlar və onlar olurlar bir. Və onlar bir bədən olacaq. Bir kişinin bir qadınla nigahı, bir kişinin bir qadınla nigahı nədir? Nəyə bənzəyir bu? Məsihin kilsə ilə birliyinə bənzəməlidir. Bir kişinin bir qadınla nigahı Məsihin kilsə ilə birliyinə bənzəməlidir. Bu birliyin məsuliyyəti və zəmanəti kimdədir? Bu birliyin məsuliyyəti və zəmanəti kimdədir? Sual verirəm, düşünək. Kimdədir? Baxın, nigaha girir bir gənc oğlan, bir gənc qızla. Bu birliyin məsuliyyəti kimdədir? Və biz bunu anlamaq çox çətindir və biz çox zaman deyə bilərik ki, baxır o qıza, baxır o oğlana, bəzən bu birliyin məsuliyyəti qızdadır, bəzən bu məsuliyyətin birliyi oğlandadır. Lakin Məsihlə kilsəni müqayisə etdikdə biz aydın cavab verə bilərik ki, bu birliyin məsuliyyəti kimdədir? Məsihdədir. Məsihdədir. Yəni, nigaha müjdə vasitəsilə baxan cütlüklər mərkəzdə yalnız öz xoşbəxtliklərini deyil, həmçinin Rəbbin izzətini qoyurlar. Çox zaman biz yalnız öz xoşbəxtliyimizi mərkəzə qoyuruq. Yalnız mənim öz faydamızı mərkəzə qoyuruq və nigahda həmçinin Rəbbin izzətini mərkəzə qoymaq lazımdır. Müqəddəs kitabı oxuyanda biz sevgi haqqında maraqlı bir xüsusiyyət görürük. Sevginin maraqlı bir xüsusiyyətini görürük. Fədakar sevgi, fədakar sevgi. Fədakar sözü fəda sözündən yaranır. Səhv etmirəmsə, elədir, yoxsa yox? Fəda. Və fəda olmaq mənasını biz bilirik nədir? Fəda olmaq. Yəni, bir növ qurban mənasını daşıyır. Yəni, fədakar sevgi. Hamımız bilirik ki, nigah bağlamağın başlıca səbəbi qarşılıqlı sevgidir. Yəni, qarşılıqlı bir-birini sevənlər nigaha daxil olurlar. Amma bu sevgi necə olmalıdır? Necə olmalıdır? Çünki hər birimizdən sorursaq ki, sevgi nədir? Hərəmizin müxtəlif bir cavablarımız ola bilər və bu cavablar müxtəlif bir xüsusiyyətlərdə fokuslanmış olar. Bu sevgi necə olmalıdır? Biz bunu bilirikmi? Bu sevgi necə olmalıdır? Yəni, nigaha girənlərin bir-birinə sevgisi. Misal üçün, biz misal üçün, həyat yoldaşımıza, evli olanlar var burada. Evli olanlar var burada və onlardan sorursaq ki, sən həyat yoldaşını nəyə görə sevirsən? Nəyə görə sevirsən? Bir dəfə bir vaiz var. Onun belə bir sözü var. Yəqin ki, aranızda onu dinləyənlər də var. Deyir ki, həyatınızda eşitdiyiniz ən təhlükəli suallardan biridir. Həyat yoldaşınızı nəyə görə sevirsiniz? Və əgər biz onu nəyə görə sevdiyimizi söyləyə biliriksə, əgər biz həyat yoldaşımızı nəyə görə sevdiyimizi bu suala cavab verə biliriksə, çox güman ki, bu sevgi deyil. Çox güman ki, bu sevgi deyil. Sevgini çünki izah etmək mümkün deyil. Yəqin sevənlər bunu bilir. Yəni ki, sevgini izah etmək mümkün deyil. Sevgi məntiqə əsaslana bilməz. Yəni, biz deyə bilmərik ki, mən həyat yoldaşımı onun gözlərinə görə sevirəm və yaxud da ki, hansısa bir quruluşuna görə sevirəm. Yəni, quruluş dəyişilə bilər. Yəni, zahiri görünüş dəyişilə bilər. Onun gücü, qabiliyyəti dəyişilə bilər. Yəni, əgər biz buna görə seviriksə, misal üçün, insan 10 ildən sonra üstəgəl 20 kilo, 30 kilo alırsa və onda dəyişiklik baş verirsə, onda demək, onu müəyyən bir quruluşuna görə sevirdimsə, indi sevmirəm. Yox.
Yəni biz sevdikdə biz izah edə bilmirik nəyə görə sevirik. Və əgər izah edə biliriksə bu çox güman ki, sevgi deyil. Və gəlin Məsihin sevgisinə baxaq. Məsihin sevgisi belədir. Məsih biz ərlərə belə bir müraciət edir. Deyir ki, ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Yəni, birbaşa müraciət var və müraciətin içində izahlar var. İzahlar var. Yəni ki, biz biraz ağır düşünən insanlar üçün, yəni özümüzdə fokuslanmış insanlar üçün bizim üçün yaxşı izahlar var. Bizə birbaşa əmr var ki, öz həyat yoldaşlarınızı sevin. Və biz sual verə bilərik ki, necə sevək? Və sualın cavabı var ki, Məsih kilsəni sevdiyi kimi. Və yenə də sual yarandıqda ki, Məsih kilsəni necə sevib? Və yenə də orada cavab var ki, elə sevib ki, özünə nə edib? Fəda edib. Öz sevgisinə görə. Kişinin sevgisi fədakar olmalıdır. Yəni, əslində sevgidə fədakarlıq olmalıdır. Və sadəcə sevirəm demək yetərli deyil. Kişi hər an həyat yoldaşı üçün fəda olmağa hazır olmalıdır. Çox əslində ağır səslənən bir sözdür. Lakin sevginin içində bu olmalıdır. Kişi hər an həyat yoldaşı üçün fəda olmağa hazır olmalıdır. Necə ki, Məsih kilsə üçün özünü fəda etdi. Kişi bəzən deyə bilər ki, misal üçün bir neçə illərdən sonra o layiq deyil, mən onun üçün fəda olum. Onda biz kilsənin vəziyyətinə baxmalıyıq. Yəni ki, kilsə həqiqətən layiq idimi Məsih onun üçün fəda olsun? Amma Məsihin uğrunda öldüyü insanlar da layiq deyildi. Və bu evlilik içində, yəni 27 ildir evli olan bir insan kimi mən nəyi söyləmək istəyirəm? Yəni, evlilik içində hisslərə istərdim diqqət yetirək. Hisslər nə dərəcədə vacibdir və yaxud da hisslər nə dərəcədə əhəmiyyətə malikdir. Mənim yadımdadır ki, biz nişanlı olan dövrlərdə mən saatlarla nişanlımın yanında oturmağı sevirdim və sadəcə vaxt keçirməyi sevirdim. Saatlarla. Yəni ki, bundan aldığım hissləri, yəni o yaşadığım hisslər heç bir şeylə müqayisə olunmurdu və ancaq müəyyən bir zamandan sonra bu saatlar azalmağa başladı. Və demək istəyirəm ki, biz hisslərə nə dərəcədə fokuslanmalıyıq? Məsələn, sevginin təməli, bu fikri söyləmək istəyirəm, sevginin təməli hisslər deyil. Əgər biz hissləri rəhbər tutub nigah içində olmağı fikirləşiriksə, bu hisslər təməl deyil. Yəni, hisslər bizim sevgimizin təməli olmalı deyil. Məsihin nümunəsi bizə nigahın təməlini göstərir. Yəni, öncədən dediyim fikir. Yəni, bu fədakarlıqdır, bu hisslər deyil. Yəni, fəda olmaq hazırlığıdır. İndi isə bunu necə həyata keçirə bilərik? Və nigah içində necə yaşayırıq biz bu münasibətləri? Yenə də evliliyimizin ilk illərinə nəzər saldıqda mən həyat yoldaşımı çox tərifləmək fikrində deyiləm. Ancaq onu demək istəyirəm ki, onun geyimi ilə, onun özünü aparmağı ilə, yəni davranışı ilə, yəni mənə itaəti ilə, yəni kifayət qədər razı idim və bəzən elə olurdu ki, müəyyən bir məclislərə düşdükdə, hətta imanlıların məclisində olduqda, mən digər tərzdə giyinən, digər tərzdə özünü aparan, digər tərzdə danışan qadınlara baxdıqda mənim belə bir sualım yaranırdı ki, görəsən bu qardaş necə evlənib belə bir xasiyyətə, belə bir özünü, belə bir giyinən xanımla, belə bir özünü aparan xanımla necə evlənib? Yəni ki, mən həyatımda belə bir seçim etməzdim. Yəni ki, belə bir müqayisələr aparırdım. Və əslində sevinirdim ki, mənim həyat yoldaşım belədir. Həm giyimi, həm davranışı, həm itaəti tamamilə fərqlidir. Amma müjdəni anlayanda mən başa düşdüm ki, bu səhv yanaşmadır. Yəni, yaxşı bir
insanı görüb, yaxşı bir insanla bağlı olmaq və o qədər də yaxşı olmayan, müəyyən bir qüsurları olan insanları da görüb, onları mühakimə etmək, bu doğru bir yanaşma deyil. Yəni ki, müjdəni anladıqdan sonra, əgər arvadın yaxşılığına görə sevirsə və yaxud da ki, biz ancaq yaxşılıq axtarmalıyıqsa və o yaxşılığı təməl qoyub biz seviriksə, bu deməkdir ki, kilsə ancaq yaxşı olmalıydı ki, Məsih onu sevəydi. Yəni, baxın, yenə də bizə bu vəziyyəti anlamaq üçün bizə müjdəni anlamaq gərək olur. Yəni, əgər arvadın yaxşılığına görə sevirsə, deməli, Məsih də kilsəni buna görə sevməli idi. Kilsə belə idimi? Yox, kilsə belə deyil. Amma bu belə deyil. Məsih şərtsiz sevir və nigah içində şərtsiz sevgi hökmən olmalıdır. Çünki Məsihin sevgisi belədir, şərtsiz sevgi. Baxaq sevgimizə, baxaq nigah içində münasibətlərimizə. Biz şərt qoyuruqmu? Sən yaxşı olacaqsan, mən ondan sonra səni sevəcəm. Sən itaətli olacaqsan, mən ondan sonra sənin dediklərinlə nə isə edəcəm. Sevgi özünü əməldə göstərməlidir. Sevgi özünü qayğıda göstərməlidir. Sevgi özünü diqqətdə, səbirdə göstərməlidir. Mənim ruhani müəllimlərimdən biri, ilk ruhani müəllimlərimdən biri bir sözü çox tez-tez istifadə edirdi və o söz mənim yaddaşıma həkk olunmuşdu və özüm də kifayət qədər o fikirlə tez-tez bölüşürəm. Onun belə bir sözü vardı, iman üçün ölmək ixtiyar, ardını deyə bilərsən? İman üçün ölmək, imanlı kimi yaşamaqdan daha asan. Yəqin ki, bəziləriniz xatırladı bu fikri. Yəni, iman üçün ölmək, imanlı kimi yaşamaqdan asandır. Baxın, ölmək elə bir ki, ani olaraq qərara gəlirsən, yəni ki, iman yolunda fəda olursan. Ancaq iman uğrunda yaşamaq, imanlı kimi yaşamaq daha çətindir. Bu, səndən nə tələb edir? Hər gün dəfələrlə ölməyi tələb edir. Hər gün dəfələrlə ölməyi tələb edir. Nigahda fədakarlıq belədir. Nigahda fədakarlıq tək ölmək deyil. Yaxud ölməyə tək fiziki ölüm kimi yanaşmamalıyıq biz. Bəzən, yəni elə insanlar var, aramızda da var. Bəlkə onlardan biri elə mənəm. Öz mövqeyindən geri çəkilmək onun üçün ölümə bənzər bir şey kimi. Bəzən mövqeyindən geri çəkilmək də kimin üçünsə ölümdür. Yəni deyirəm, mən demişəm, belə də olacaq. O sözündən dönmək bəzi insanlar üçün ölüm kimidir. Və bu, onu tələb edir. Nigah içində bu münasibətlər də olmalıdır. Yəni, güzəştə getmək bəziləri üçün ölümdür. Bəziləri üçün bağışlamaq ölümə bərabərdir. Yəni, bağışlaya bilmir insan. Yəni, bağışlayanda sanki bir hissəsi sanki ölür. Yəni, qarşı tərəfin marağını öz marağından üstün saymaq da bəziləri üçün ölümdür. Yəni, mənim üçün hansısa qardaşımın marağını öz marağımdan üstün saymaq mənim ölümmə bərabərdir. Sanki mən ölürəm, hansı hissəmsə ölür. Fikirlərimin, düşüncəmin, dünyamın hansı bir hissəsi də ölür. Yəni, iman üçün, yəni nigahda da belədir. Yəni ki, gündəlik ölüm, gündəlik bir fədakarlıq deyilən bir anlam var. Və indi bir məqama da toxunacağım. Nigahda itaət mövzusuna. Sevmədiyimiz sözdür bu söz. Efeslərə məktubda 5:22-də belə bir söz var. Bu kişilərin sözü deyil, bu Rəbbin sözüdür. Deyir, ey qadınlar, Rəbbə tabe olduğunuz kimi əllərinizdə tabe olun. Baxın, hansı bir səviyyədə tabeçilik imanlı qadınların qarşısına qoyur. Bilirsinizmi nə maraqlıdır? Bugün yəqin müşahidə edirsiniz ki, skrində bəzən şəkillər olur. Mən ChatGPT-yə neçə dəfə şəkil istədim ki, ərinə tabe olan qadının şəklini qoy. ChatGPT mənə elə şəkillər verirdi ki, sanki kişi qadından üzr istəyir, sanki kişi nəsə edib və qadından üzr istəyir. Çox qəribədir. Hətta ChatGPT də mənə o cür şəkillər vermirdi. İtaətkar qadının şəklini vermirdi. Qəribədir. Bu nümunəni
hardan öyrənə bilərik? İtaətkarlıq nümunəsini hardan öyrənə bilərik biz? Dünya bizə nəyi öyrədir? Üsyankarlığı öyrədir. Bu dəqiqə, misal üçün, kimi sənə bir söz dedilər, ikisini, üçünü cavab qaytar. Bu nümunəni biz hardan öyrənə bilərik? Kilsədən, kilsənin tarixindən. Müasir dünya bu ayəyə qarşıdır. Müasir dünya bu ayəyə qarşıdır. Amma bu köləlik deyil, Allahın təyin etdiyi qaydadır. Ərinə tabe olmayan qadın Allaha tabe olmur. Çünki kəlam deyir ki, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. Ərinə tabe olmayan qadın Allaha tabe olmur. İtaət haqqında təsəvvürümüz, mən çox zaman bu sözdən istifadə edirəm ki, günaha batma əslində bizim anlayış və təsəvvürlərimizə, idrakımıza təsir edir və iş orasındadır ki, itaət haqqında da bizim anlayışımız təhrif olunur. Günaha batma nəticəsində və günahlı dünyanın bizə təsiri vasitəsilə bizim itaət haqqında anlayışımız təhrif olunur. Və biz təzyiq altında, şirinliklənmə əsasında itaətə itaət deyirik. Yəni, bir insan qorxursa və tabe olursa, biz buna itaət deyirik. Bir insan şirinliklənirsə nəyisə alacağı təqdirdə, nəyisə edirsə, biz buna itaət edirik. Əslində, bu təhrif olunmuş bir anlayışdır. Sadəcə ərinin rəhbər olmasını qəbul etməlidir. Yəni, təzyiq altında, şirinliklənmə əsasında itaət deyil. Əgər kilsə Məsihə, təsəvvürümüzə gətirək, bizə həmişə bu kilsə və Məsih paralelini nigahda çəkdikdə bizə daha dolğun bir şəkil yaranır gözümüzün qabağında. Əgər kilsə təsəvvürümüzə gətirək ki, Məsihə qorxu yaxud mənfəətə görə itaət edirsə, bu itaət mi olardı? Yox, yox. Kilsə Məsihi sevdiyinə görə, ona tam etibar etdiyinə görə, onu baş hesab etdiyinə görə itaət edir. Eləcə də qadınlar öz ərlərinə belə itaət etməlidir. Nigahda harmoniyanın düsturu ərin arvadını Məsihin kilsəni sevməsi kimi sevməsində, qadının ərinə kilsənin Məsihə itaət etməsi kimi itaət edir. Və təbii ki, bizim sualımız yarana bilər. Biz illər boyu yaşadıqca ailə içində, nigah içində ər və arvad arasında incikliklər olur, mübahisələr olur. Elə burada deyansaq yaxşıdır, mübahisələr olur, incikliklər olur, ondan yuxarıya gelməyib. Və nigahda bu vəziyyətlərdən necə çıxaq? Biz bilirik ki, bizə tövsiyə olunan, müqəddəs kitabın tövsiyə etdiyi və insanların da, böyüklərin də tövsiyə etdiyi bir yol var, bağışlamaq. Ancaq bağışlamaq asan deyil. Bəzən elə olur ki, həyat yoldaşında bağışlamaq asan deyil. Və bağışlamağa kömək edən mənim həyatımda bir hadisə olmuşdu. Onunla bölüşmək istəyirəm. Bir qardaş, imanlı qardaş böyük bir günah etmişdi və onun günahı bütün imanlar cəmiyyətinə yayılmışdı, onun günahı və hamı təəccüblənirdi, gözləmirdi, təəccüblənirdi. Çünki onun bunu etməsinə demək olar ki, heç bir səbəb yox idi, lakin etmişdi. Və içimdə özüm də onu mühakimə edirdim, çünki hara gedirdin, onun haqqında söhbət edirlər və bu gündəmdə idi. Və mən də içimdə onu mühakimə edirdim və deyirdim, sən niyə bunu etmisən? Və sonra mən xatırlayıram hətta nə edirdim, haradaydım və müqəddəs ruh mənə belə bir hadisələri xatırlamağa başladı və mən həyatımda etdiyim günahları və o günahları ki, insanların bundan xəbəri yox idi. Mən onları etmişdim, ancaq insanların xəbəri yox idi və mən tövbə etmişdim və tamamilə bağışlandığıma inanırdım. Sadəcə fərq onda idi ki, o qardaşın günahı aşkar olmuşdu, mənim isə gizlində etdiyim günahlarım aşkar olmamışdı. Və müqəddəs ruh mənə xatırlatdı mənim günahlarımı, öz günahlarımı və mən dedim, Rəbb, mən əminəm ki, bağışlanmışam. Və mən içimdə də hiss etdim, sanki vicdanım mənimlə söhbət edirdi. Bəs niyə görə düşünürsən ki, o bağışlana bilməz? Bəs niyə görə sən onu belə mühakimə edirsən? Səninlə onun nə fərqi var? Baxın, müqəddəs kitab da bizi, düşüncələrimizi bu istiqamətdə aparır.
Baxın, eyni vəziyyətdə düşən qardaşımızı ağılsız hesab edirik. Eyni vəziyyətə, özümüzün düşdüyümüz vəziyyətə başqası düşdükdə biz ona ağılsız deyirik. Özümüzün etdiyini başqası etdikdə biz deyirik ki, sən onu cəzalandır. Ancaq halbuki özümüz əfv diləyirdik özümüz o vəziyyətdə olanda. Və kəlam bizi yenə də getirir düzgün bir cığıra, düzgün bir yola, yeganə doğru bir yola çıxardır. Efeslər 4:32-də deyir ki, amma bir-birinizə qarşı xeyirxah, rəhimli olun. Baxın, nigah içində bir-birinizdən incikliyiniz olanda, bir-birinizin səhvlərini, hətta günahlarını gördükdə, kəlam bizə deyir ki, bir-birinizə qarşı xeyirxah olun və rəhimli olun. Xeyirxah olun və rəhimli olun. Mən nə üçün xeyirxah olmalıyım? Mənə, qardaşıma qarşı xeyirxah olmağı nə öyrətdi? Öz günahlarımı xatırlamağım və özümün bağışlanmış olduğuma əminliyim. Və burada deyir ki, Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın və nigah içində elə bir anlar olacaq, məqamlar olacaq ki, sizə bağışlamaq çətin olacaq. Öz günahlarınızı, öz səhvlərinizi, öz nöqsanlarınızı xatırlayın. Allah sizi Məsihdə necə bağışlayıbsa, siz də həyat yoldaşınızı eləcə bağışlayın. Bir-birimizi bağışlamalıyıq nigahda və bir şey unutmayaq. Evli olanlar da, gələcəkdə evlənənlər də, kim ki evlənəcək. Bir şey unutmayaq ki, nigah iki kamil olmayan insanın birliyidir. İki kamil olmayan insanın birliyidir. Nigahda heç kim kamil deyil. Heç kim deyə bilməz ki, mən nigahda kamiləm. Nigah iki kamil olmayan insan birliyidir. Bu birliyin kamilliyi necə baş tuta bilər? Bu birliyin iki kamil olmayanın kamil birliyi necə ola bilər? Biz indi sualı verə bilərik. Bu birliyin kamilliyi hər iki kamil olmayanın mərkəzinə kamil olan Məsihi mərkəzə qoyması gərəkdir. Yəni biz kamil olan Məsihi nigahımızın mərkəzinə qoymalıyıq ki, ona toxunmaqla, onu qucaqlamaqla, ona sarılmaqla biz nigahımızı kamil edək. Qoy hər bir ailə Rəbbi izzətləndirmək üçün Allahın sevgisinin və müjdəsinin bu dünyada şahidi olsun. Amin.